Müəllimlər, ekranı görə bilirsinizmi siz? Bir dəqiqə, bunun ekran niyə qarışdı belə? Mən PDF-i paylaşacağım. Görün, rahatlıqla görə bilirsinizmi? Dalğalı görünmür ki. Tamam, oldu. Biz qalmışdıq sizlərlə 3-cü bölməmizdə, pedaqogika və İKT olan hissəmizdə. Buradan davam edirik. İKT və öyrənmə tərzləri. Yəni, bu öyrənmə tərzləri bizim bildiyimiz, kurikulumda da bildiyimiz öyrənmə tərzləri var. İKT buna necə təsir göstərir? Bundan danışılır bu bölmədə. Öyrənmə tərzlərindən hansı öyrənmə tərzləri var idi? Audial var idi, vizual var idi, kinestetik var idi. Audial öyrənmə odur ki, burada şagirdlər dinləmək yolu ilə öyrənməyə üstünlük verirlər. Şagirdlər eşidərək daha yaxşı öyrənirlər. Bəzən uşaqlar olur evdə də. Deyirlər ki, mənim dərsimi sən oxu, oxuyanda valideynə deyir ki, sən oxuyanda mənim yadımda yaxşı qalır. Yəni, bunlar audial uşaqlardır ki, kimsə oxuyanda onların yadında daha yaxşı qalır o məlumatlar. Sonra gəlir vizual. Vizuallar, şagirdlər vizual təsvirlər vasitəsilə daha yaxşı öyrənirlər. Video göstərməklə, şəkil göstərməklə, animasiyadır, simulyasiyalardır, simulyasiyalar daha doğrusu kinestetikdədir. Şəkildir, videodur, bunlarda daha yaxşı öyrənirlər. Kinestetiklərdə isə praktik şəkildə işləyərək, onu edərək öyrənirlər və təcrübələr real həyatla əlaqələndirməyə üstünlük verirlər bu şagirdlərimiz. Və İKT-dən istifadə öyrənmə üslublarını dəstəkləmək. Burada audial üslublar üçün nələr var? Bax, burada öyrənmə fəaliyyətini dizayn edərkən şagirdlər üçün audio qeyd cihazlarından, səs redaktör proqramlarından istifadə edərək müəyyən bir mövzu haqqında audio yarada bilərsiniz. Və burada audial olan uşaqlar üçün nələrdən istifadə olunur? Audio kitablardan, podkastlardan, radio proqramları, səsli və tədris kursları istifadə oluna bilər. Bizim suallarımızın birində, indiyə qədər düşən suallar, birində audial öyrənmə tərzlərində cavab podkastdır. Ola bilər sizin qabağınıza düşsün, qabağınızda sualda çıxa bilər audio kitab, radio proqram, səsli tədris kursları. Yəni, biz əgər harada səsdən söhbət gedirsə, deməli, bu audial öyrənən uşaqlardır. Vizual öyrənmə tərzlərinə malik olan şagirdlərdə isə şəkil və video formatlarından istifadə etmək tövsiyə olunur. Yəni, burada elektron platformalardır, təqdimatlar, onlayn nümayiş, digər siniflər və sahə üzrə mütəxəssislərlə video zənglər, eləcə də modelləşdirmə proqramlarından faydalanmaq mümkündür. Bunlar vizual uşaqlar üçün bu proqramlardan istifadə olunur və bunlarda bu dediklərimizdən əlavə video dərslik, qrafik illüstrasiyası, interaktiv təqdimat vizual öyrənənlər üçün də bunlar istifadə olunur. Kinestetik öyrənənlər üçün isə burada simulyasiya, interaktiv oyunlar, testlər kimi interaktiv formatlardan istifadə oluna bilər. Yəni, burada bizə sualların birində də var idi. Kinestetik öyrənmələr burada toxunaraq öyrənmə olduğu üçün simulyasiya idi cavab. Yenə deyirəm, test də düşə bilər, interaktiv testlər və interaktiv oyunlar da düşə bilər suallarınızın içərisində sizə. Yəni, bunlarda interaktiv alətlər dinləyib anlama bacarığını inkişafında mühüm rol oynayan proqramlarımızdır bizim. Sonra, bu bizim interaktiv istifadə edə biləcəyimiz bir proqramdır. Mesela bu proqramı gördüyünüz kimi keçib istifadə edə bilərsiniz. Burada da proqramın ardıcıllıqları, keçid ardıcıllıqları, hansı düyməni harda necə istifadə etməliyik, bu haqda məlumat verilir. OneNote proqramı bundan
bizdə sual yoxdur. Qısaca olaraq deyim sizə ki, OneNote-u multimedia inteqrasiyası dinləmə materiallarının dərs prosesinə daxil edilməsini daha da asanlaşdırır, sadələşdirir və bunun içərisində səsli fayllar, video kliplər, podkastlar, birbaşa dərs qeydləri, yəni hər bir şeyi bunun içərisində eyni bir proqramın içərisində yerləşdirmək mümkündür. Sadəcə təsəvvür edin ki, bir bloknotumuz var və bloknota hər şeyi yazdığımız kimi bu da qeyd dəftərimiz, bloknotumuz kimi hər şeyi yaza bilirik bunun içərisinə. Hər şeyi yerləşdirə bilirik. Səsdir, audiodur, klipdir, özünüzü çəkib də yerləşdirə bilərsiniz və s. Bunların hamısını yerləşdirmək mümkündür. Z proqramın görünüşü bu formadadır. Biz bundan istifadə edirik. Və burada da dinləyib anlama bacarığının formalaşmasında istifadə edilən alətlər verilib. Ki, bu alətlərdən bizə düşməyəcək suallar və gedirik biz öyrənmə strategiyamıza. Buradan bizə sual çox düşür. Strategiyasında biz İKT-nin faydalarından deyəndə ənənəvi dərs, müasir dərs, hansında daha çox istifadə olunur və kombinativ dərslər var, ikisi bir arada keçirilir. Bunlara görə bölürük və burada şagird öyrənmədə şagird mərkəzli öyrənmə, əməkdaşlıq əsaslı öyrənmə və qeyri-formal öyrənmə formaları var. Şagird mərkəzli öyrənmə dediyimiz zaman müəllimin rolu bilik ötürməkdən çox şagirdin fərdi ehtiyaclarını, bacarıqlarını nəzərə alaraq onların öyrənmə prosesinə rəhbərlik etməkdir. Hansı tərzdə öyrənir şagird, necə öyrənir bunlara? Zivə İKT-nin şagird mərkəzli öyrənməsində hansı hissələr nəzərdə tutulur? Və bu şagird mərkəzli öyrənmədə müəllimin biliyi ötürən və şagirdin pasiv alıcı olduğu ənənəvi müəllim mərkəzli yanaşmasına zidd olan bir yanaşma formasıdır və bu forma kurikulumda da var. Bu haqda danışırıq kurikulumda da. Burada nələr diqqət yetirilir? Öyrənmə inkişafını qiymətləndirmək üçün simulyasiyalar və onları onlayn testlərdən istifadə etmək. Sonra, fərdi öyrənmə üslublarının tərzlərini müəyyən etmək üçün onlayn sorğulardan istifadə etmək. Sorğu keçirdərək biz onların öyrənmə tərzlərini aşkara çıxarda bilərik, müxtəlif sorğu hazırlaya bilərik bundan bağlı. Fərdi öyrənmə ehtiyacını dəstəkləmək üçün müxtəlif resurslardan istifadə edərək strategiyalar hazırlamaq, şagirdlərin elektron öyrənmə kurslarından istifadə edərək öz sürətlərində öyrənmələrini təmin etmək, şagirdlərin internet axtarış vasitələrini istifadə edərək mövzular üzrə tədqiqat apararaq aktiv öyrənmə iştirakçılarına çevrilməsini təmin etmək. Yəni, burada bizə düşən suallardan cavablarından biri buydu, şagird mərkəzli öyrənməklə bağlı. Orada deyir ki, şagirdlərin öz sürətlərinə uyğun olaraq öyrənmələrini təmin etməkdir. Necə ki, hal-hazırda bizdə deyirlər ki, şagirdlər bir mövzunu tam öyrənib qurtarmayıbsa, digər mövzuya keçmə. Yəni, şagird öyrənsin, hər şagirdin öyrənmə tərzi var. Biri tez öyrənir, biri gecə öyrənir. Sinif tam qavrasın, ondan sonra keçin yeni mövzuya. Və burada bu hissədən, bax, haranı işarə edirəmsə, oradan düşür suallar. Simulyasiyalar və onlayn testlər deyəndə şagirdlərin bilik səviyyəsini qiymətləndirmək üçün istifadə olunur. Onlayn sorğu və anketlər şagirdlərin öyrənmə üslublarını müəyyən etmək üçün istifadə olunur. Fərdi öyrənmə strategiyaları şagirdlər üçün fərdi ehtiyaclara uyğun materiallar hazırlamaq üçün istifadə olunur. Elektron tədris kursları şagirdlərin öz sürətlərinə öyrənməsinə imkan verir. Yəni, hər şagird öz bilik bacarığına uyğun öyrənir. Kimi sürətli şəkildə öyrənir, kimi zəif öyrənir, gec öyrənir. Ona görə öyrənmə sürətlərinə uyğun deyirik. Axtarış motorlarından istifadə şagirdlərin özlərini araşdırma etmələri üçün istifadə olunur. Yəni, şagird özünün maraq dairəsini axtarır, tapır, öyrənmə tərzini hansı öyrənəndə daha rahat öyrənir və s. bunlar nəzərdə tutulur. Əməkdaşlıq əsaslı öyrənmə. Burada müəllimin rolu 2 və daha çox şagirdin bütöv bir qrupun
birgə öyrənməsini dəstəkləməkdir. Bax, burada o birgə sözünə diqqət yetirirsiniz. Suallarda əməkdaşlıqla bağlı söz düşürsə, ya birgə sözü olur, əməkdaşlıq əsaslı öyrənməyə gətirib çıxardır, ya da ki, əksinə olur suallarda. Və bu öyrənmə prosesini həyata keçirilmək üçün məlumatların tapılması, problemlərin həll olunması, mövzuların müzakirəsi, məlumatların birgə yaradılmasıdır. Və nələri dəstəkləyir? Şagirdlər internetdən istifadə edərək birlikdə məlumat axtarırlar. Şagirdlər əməkdaşlıq alətlərindən istifadə edərək birgə məzmun yaradırlar. Baxın, hər yerdə birgə sözü var. Şagirdlər rabitə vasitəsilə istifadə edərək mövzuları müzakirə edir və problemləri birlikdə həll edirlər. Bu olur əməkdaşlıq əsaslı öyrənmə. Sonra qeyri-formal öyrənmə, ən çox sual düşənlərdən, hissələrdən biri budur. Qeyri-formal öyrənmə zamanı şagirdlər qeyri-rəsmi mühitdə müəllimlərin birbaşa müdaxiləsi olmadan öyrənirlər. Yəni, burada şagirdlər aktiv iştirakçılar və öz öyrənmə yanaşmalarını formalaşdıraraq fərdi öyrənmə hədəflərini təyin edirlər. Burada və şagirdlərin internet, mobil texnologiyalardan şagirdlər öz istədikləri vaxt və tempdə məlumatlara çıxışı yaradılır. Öz istəyinə uyğun olaraq. Burada şagird qeyri-formal öyrənmədə şagird mərkəzdə dayanır və şagirdin istəkləri və özünün maraqları nəzərdə tutulur. Və burada axtarış motorunu istifadə edərək məlumatı axtarıb tapır, onlayn chat vasitəsilə sosial mediada ünsiyyət qura bilir, layihələri tamamlamaq üçün bulud əsaslı yaddaşdan istifadə edir, blog vasitələri məzmun yaradır, onlayn tədris platformalarında kurslara qoşula bilir. Yəni, bunlar, bu dediklərimiz aid qeyri-formal öyrənmə. Qeyri-formal öyrənənlər bunları edir və sualların birində var idi ki, qeyri-formal öyrənmə ilə bağlı deyir ki, onlayn tədris kurslarından istifadə edərək öyrənir. Belə bir cavab var idi. Və burada da bizim qeyri-formal öyrənməyə aid proqramlarımızdır. Bunlardan istifadə edərək proqramın açılma formasıdır. Bunları siz özünüz istifadə edəcəksiniz. Yəni, bu hissədən sual düşmür. Bir saniyə. İKT və öyrənmə mühiti deyəndə nə nəzərdə tuturuq? Qarşılıqlı öyrənmə mühitləri tam və onlayn öyrənmə mühitlərinə qədər müxtəlif təlim mühitləri var və bunlardan ənənəvi tədris. Baxın, müəllimlərin həmişə qarışdırdığı hissə budur ki, ənənəvi tədris mühitlərində müəllimin əsas rolu bilik ötürmək və sinif daxilində öyrənməni təşviq etməkdir. Və İKT belə bir mühitdə İKT-də hansıları dəstəkləyir? Baxın, interaktiv lövhə, proyektor və ekran paylaşma proqramlarından istifadə etmək. Yəni, mən bunu ənənəvi dərsdə də istifadə edə bilərəm. Ekranımı paylaşmışam, otururam, danışıram. Keçmişdə necə ənənəvi keçirdik, müəllim danışırdı. Ekran paylaşıram, proyektordan paylaşıram, interaktiv lövhədə göstərirəm, ancaq mən danışıram. Bu ənənəvi tədrisdə istifadə olunur. Yəni, müasirdə də istifadə olunur, ənənəvidə də istifadə oluna bilər. Dərsliklər əvəzinə planşetlər və ya digər rəqəmsal təhsil resurslarından istifadə etmək. Oluna bilər bunlarda ki, dərsliyin yerində planşet olsun. Amma şagirdə biz yenə ənənəvi formada necə istifadə ediriksə, keçirdiksə, həmin formada yenə keçirik biz burada. Hibrid öyrənmə nədir? Hibrid öyrənmə modelində müəllim ənənəvi sinif təcrübələrini onlayn tədrislə birləşdirir. Və burada hibrid öyrənmə qarışıq öyrənmədir digər adı da. Bəzən düşür suallarda, çaşmayın. Qarışıq öyrənmədən söhbət gedirsə, deməli hibrid öyrənmədir. Biz təlimdə hibrid öyrənmə vəziyyətində oluruq. Həm siz gəlirsiniz
əyani şəkildə iştirak edirsiniz, həm də Teams-lə qoşuluruq biz. Bu Teams-lə qoşulduğumuz onlayna aiddir, əyani şəkildə olduğumuz ənənəviyə aiddir. Ona görə də bu sayılır hibrid öyrənmə. Və burada müəllim dərsdə yeni mövzu təqdim edərək dərsdən sonra simulyasiya və ya onlayn müzakirə edə bilər. Flip Class yanaşması tətbiq edərək şagirdlərə dərs materialı oxumağı və video mühazirələrə baxmağı tapşırmaq olar. Sinifdə isə bilikləri problem həll etmək və layihə əsaslı öyrənməklə möhkəmləndirmək olar. Bu buna aid. Bir də var onlayn öyrənmə. Onlayn öyrənmədə bütün tədris və öyrənmə prosesi internet və kompüterlər və yaxud da mobil cihazlarla qoşularaq onlayn şəkildə aparılan bir öyrənmə metodudur. Burada müəllim təlimatlar, tədris materialları qiymətləndirmək üçün elektron poçtlardan istifadə edə bilər. Sonra vebinarlar vasitəsilə dərs təşkil oluna bilər. Bu var, bax. Müəllim materiallar onlayn öyrənmədə hansı formada göndərir? Elektron poçtdan istifadə edə bilər. Bax, cavabların birində var idi. Tamamilə onlayn istifadə platformalarında uzun müddətli kurslar təqdim edilə bilər. Bu bunlara aiddir. Sonra 4-cü bölməmizdə isə dərsin planlaşdırılması. Dərsin planlaşdırılması zamanı bizim qarşılaşdığımız problem, öyrənmə nəticəsi nədir? Şagirdlərin cari bacarıqları və ehtiyacları nələrdir? Uyğun tədris, öyrənmə və qiymətləndirmə strategiyası hansıdır? İKT üçün uyğun strategiya hansıdır? Yəni, biz dərsi planlaşdırdığımız zaman, dərs keçmək istədiyimiz zaman, deyir ki, əgər İKT-dən istifadə edək dərs keçmək istəyirsənsə, bu 4 hissəni bilmək lazımdır. Yəni, mən hansı öyrənmə nəticəsinin nə olduğunu dərk etməliyəm. Şagirdlərimin bacarıqlarını və ehtiyaclarını bilməliyəm ki, şagirdlərim hansı proqramları bacarır və yaxud da ki, bacarmırlarsa bunu öyrənmək üçün nəyə ehtiyacları var? Uyğun tədris, öyrənmə və qiymətləndirmə strategiyalarımı seçməliyəm ki, mən qiymətləndirməni forumdan mı aparım, yaxud başqa proqramdan mı aparım, hansı strategiyadan istifadə edərək dərs keçə bilərəm. İKT-nin uyğun strategiyaları hansıdır? Yəni, mən dərsdə müəllim olaraq hansıları bilirəm və bir 45 dəqiqə ərzində bu İKT-dən istifadə edərək dərsi qurub çatdıra biləcəmmi? Şagirdlərin bu proqramları bilirmi? Və s. bunlar nəzərə alınır. Öyrənmə nəticələrinin daha dərin baxaq buna. Müəyyən edilməsi deyəndə dərsin məqsədlərinin və hədəflərinin təyin olunmasını əhatə edir. Və bu məqsədlər kurikulumda öz əksini tapır. Buraya nələr aiddir? Tənqidi düşünmə bacarıqları, fənnə məxsus biliklərin və yüksək səviyyəli öyrənmə bacarıqlarının inkişafı daxildir öyrənmə nəticələrinə. Şagird bacarıqları və ehtiyacları deyəndə, şagirdin mövcud bilik və bacarıqlarını müəyyən etməyi əhatə edir və burada əvvəlki biliklərin və üstünlük verdikləri öyrənmə üslubları, motivasiya və təcrübələri daxildir şagirdlərin bacarıqlarına. Sonra da bu təcrübə olan şagirdlər və dəstəyə ehtiyacı olan şagirdlər hansını bilir, hansını bacarır, bu şəkildə öyrənirlər. Uyğun tədris, öyrənmə, qiymətləndirmə strategiyaları deyəndə, burada öyrənmə nəticələrini əldə etməyə kömək edəcək uyğun tədris strategiyaları seçilir və burada şagirdlərin bacarıqları nəzərə, ehtiyacları nəzərə alınır. İKT strategiyası deyəndə, İKT strategiyası seçilməsi öyrənmə nəticələrini dəstəkləyən və qiymətləndirmə prosesini gücləndirən texnologiyaların və yanaşmaların müəyyən edilməsidir. Nəzərdə tutulur burada.
Süni intellektin təhsildə rolu, süni intellektin təhsildə rolu fərdiləşdirilmiş və uyğunlaşdırılmış təlimat vermək, inzibati tapşırıq avtomatlaşdırmaq və məlumatlara əsaslanan qərarların qəbulunu asanlaşdırmaqla tədris və öyrənmə təcrübələrini dəyişmək potensialına malikdirlər. Fərdiləşdirilmiş öyrənmə. Süni intellekt ilə işləyən tədris platformaları fərdi öyrənənlərin ehtiyaclarına, üstünlüklərinə və öyrənmə üslublarına uyğunlaşdırıla bilir. Çoxlu sayda məlumatı təhlil edərək süni intellekt algoritmləri fərdi tövsiyələr yaradır və müxtəlif öyrənmə resurslarını təklif edərək öyrənənlərə öz sürəti ilə öyrənməyə kömək edir. Bəzən süni intellekt proqramlarından istifadə edəndə məsləhətli öyrənmə saytları hansılardır, daha sürətli öyrənə bilərəm, hansı saytdan daha yaxşı məlumat toplaya bilərəm deyəndə, o axtardığım informasiya ilə bağlı saytların linklərini verir bizə. Ağıllı repetitorluq sistemi, süni intellekt dərhal rəy bildirmək, suallara cavab verməklə və interaktiv məşqlər vasitəsilə rəhbərlik etmə eləyir və repetitorluq təcrübələrini simulyasiyaya təşkil eləyirlər. Bu daha tez sürətli olur, ondan istədiyimiz tapmaq. Avtomatlaşdırılmış qiymətləndirmə buradan bizə düşmüş sual bu hissələrdən. Dərsin planlaşdırması əsas məqamlar. Bunlardan var sözdə suallarımızda. Dərsin hazırlığı, tədris fəaliyyəti, öyrənmə fəaliyyəti və qiymətləndirmə fəaliyyətindən düşür bizə suallar. Dərsin hazırlığı, həmkarlarınızdan İKT-nin tətbiqi ilə bağlı yaxşı təcrübələr öyrənmək və onlayn kurs forumlarından istifadə edə bilərsiniz. Sinifdə göstərə biləcəyiniz və onlayn dərs üçün istifadə edə biləcəyiniz videolar tapa bilərsiniz. Sinifdə və tərs sinif modelində istifadə üçün öz dərs videolarınızı yarada bilərsiniz. Şagirdlərinizin bir mövzu ilə bağlı video hazırlaması üçün öyrənmə fəaliyyətini dizayn edə bilərsiniz. Şagirdlərin bilik səviyyəsini qiymətləndirmək üçün onlayn sorğular yarada bilərsiniz. Yəni, bu dərsin hazırlıq mərhələsində bunlardan istifadə edirik. Tədris fəaliyyəti zamanı bu dərs istifadə edəcəyiniz kompüterlər, cihazlar və digər İKT resursları daxildir bunlara ki, yəni mən burada fəaliyyət dərsi dediyim müddətdə 1-45 dəqiqə ərzində kompüterdən mi istifadə edəcəm, hansı cihazdan istifadə edəcəm, hansı İKT alətlərindən istifadə edəcəm, bunlar nəzərdə tutulur. Öyrənmə fəaliyyəti biz dərslərimizi hazırlayan zaman şagirdlərin öyrənmə fəaliyyətlərində istifadə edəcək İKT vasitələrini seçməliyik ki, bunlar hansından istifadə edəcəklər. Bunları necə seçirik? Şagirdlərin fərdi şəkildə rəqəmsal dərs kitabı oxumasını tapşırmaq, şagirdlərin cütlər şəkildə onlayn axtarış etməsini təmin etmək, şagirdlərin qrupla birlikdə bir wiki platformada məzmun yaratmasını təşkil etmək, şagirdlərdən rəqəmsal hekayələr yaratmasını istəmək. Və bununla bağlı bir suallar var və orada öyrənmə fəaliyyətində birlikdə platforma yaradılması, bax, belə bir cavab var idi. Qiymətləndirmə fəaliyyəti dediyimiz zaman, hazırlayarkən dərsin qiymətləndirilməsində müxtəlif İKT vasitələri seçə bilirik və bu zaman biz istifadə olunacaq kompüterdir, cihazdır, İKT resursları hansını istifadə edəcəksə bunu öncədən planlaşdırırıq. Və burada qiymətləndirmə üçün onlayn testlərdən istifadə etmək, yekun qiymətləndirmə üçün onlayn testlərdən istifadə etmək və diaqnostik qiymətləndirmə üçün simulyasiya proqramlarından istifadə etmək. Bu cavab sualların içərisində var idi və burada biz simulyasiya proqramlarını götürürdük.
Mövcud və dəstək. Bir dəqiqə. Burada mövcud İKT-miz və dəstək. Yəni biz istifadə etdiyimiz zaman məktəbdə istifadə ediriksə, bizdə hal-hazırda əlimin altında nələrim var və mən hansı İKT vasitələrini istifadə edib interaktiv dərsimi qura bilərəm. Bunun üçün, yəni kompüterdə istifadə edib dərs qura bilməyim üçün, baxın bu hissəni yadınızda saxlayırsınız. Burada bulunan bir neçə suallar bu hissədən. Birinci növbədə internet bağlantısının növü və sürəti necədir? Buna baxmalıyıq. Sonra, bütün sinif otaqlarında simli və ya simsiz şəbəkəmiz mövcuddurmu? Faylları saxlamaq üçün sistem mövcuddurmu? Şəbəkə və ya onlayn forması. Mövcud kompüter və cihazların növü, sayı nə qədərdir? Hansı tətbiqlər əlçatandır? Hal-hazırda mən girib, yəni hansı proqramları istifadə edə bilirəm? Hansı rəqəmsal məzmun əlçatandır? Yeni resursların yaradılmasına ehtiyac varmı? Bunlara baxırıq ki, və dərs müddətində, çünki bunlar mənə lazım olacaqdır. Müəllim isə İKT bacarıqları olmalıdır. Öz İKT-si bacarığının nə dərəcədə olduğunu bilməlidir və ona uyğun olaraq özünün istifadə edib bacaracağı proqramlardan istifadə etməlidir. Yavaş-yavaş inkişaf edərək daha dərin proqramları öyrənə bilər və istifadə edə bilər. Bilmiriksə bu proqramı biz ondan necə istifadə edib, necə dərs keçəcəyik. Həmçinin də şagirdlər İKT bacarıqlarını nəzərə almalıdır. Ola bilər ki, hansımızsa qəşəng ala bilir ki, İKT-ni, amma mənim şagirdlərim İKT bacarıqları zəifdir. Mən ağır proqramları istifadə edib onlarda düzgün dərs qura bilmərəm. Və dərsimin yarısından çoxu şagirdlərə o proqramı izah etməkdə, daxil olmaqda bunlarla keçər. Otaq tərtibatı yerində olmalıdır. Sinif otağın planı nəzərdən keçirilir. Şagird kompüter sayı və kompüter laboratoriyalarında yerləşdirilməsi nəzərdə tutulur. Yəni xüsusi kompüter otaqlarında yerləşdirilir və bunların tərtibatı nəzərə alınır. Dərs cədvəli deyəndə mən burada elə bir İKT vasitələrindən istifadə etməliyəm ki, 1-45 dəqiqənin içərisində o proqramdan istifadə edib qutara bilim və dərsimi keçim. Yoxsa dərsimin yarısı ancaq proqramı düzməkdə, qoşmaqda keçməsin. Bir dəfə izah edən kimi şagirdlər rahatlıqla daxil olub istifadə edə bilsinlər. Əlavə İKT təlim dəstək ehtiyacları. İKT təlim dəstəyi vacibliyi nəzərə alırlar və İKT strategiyaların uğurla həyata keçirilməsi üçün müxtəlif əlavə avadanlıqlar, proqram təminatıdır, məzmun tələbləri varmı buna baxırlar. Şagirdlər və müəllimlərin əlavə təlim və dəstəklərə ehtiyacı varmı buna baxırıq. İKT-nin effektiv istifadəsi üçün müəllimlərə xüsusi texniki təlim tələb olunurmu ki, onları düzgün istifadə etməyi bacarsınlar deyə bunlara baxırıq. Giriş imkanlarının nəzərə alınması. Yəni biz İKT-nin istifadə edilməsi şagirdlər öyrənmə imkanlarını artırmaq üçün müxtəlif yollar verir və bunlar biz onlardan necə istifadə edək və hansı imkanlar daxilində istifadə edə bilərik. Burada belə bir məktəblərdə öz cihazını gətir anlayışı var. Bunu yadımızda möhkəm saxlayırıq. Bundan sual və özü çaşdırıcı bir sualdır. Öz nasir təhsil mühitində məktəblərdə öz cihazını gətir, BIOD adlanır və bu tətbiq etməklə şagirdlərin fərdi texnoloji avadanlıqlardan istifadə etməsini təşviq edirlər. Buna yanaşma şagirdlərin şəxsi kompüter və mobil cihazlarını dəstəkləməklə istifadə etməyə şərait yaradır. Və bu zaman bütün şagirdlər üçün bərabər imkanların yaradılması vacibdir ki, bu da şəxsi cihazı olmayan şagirdlər üçün məktəbin texnoloji resurslarına çıxış təmin olunur və bu zaman əsas burada məqsəd odur ki, bu öz cihazını gətir dediyimiz zaman burada məktəb hansı ki şagirdin
cihazı yoxdur. Məktəbdə olan avadanlıqlarla həmin cihazlar şagirdlər təmin olunur. Yerdə qalan şagirdlər öz cihazlarını istifadə etməsini təmin etmək və hər kəsin bir cihaza çıxışı olsun, internetə çıxışı olsun və dərsimizi, digər dərs boyunda gördüyümüz işləri icra edə bilək deyə. Yəni, əgər təhsil müəssisəsi şagirdlərin evdə internet, kompüter və mobil cihazdan istifadə etməsini tələb edirsə, bu imkanların hər bir şagird üçün əlçatan olması əsas şərtdir. Ailə imkanları məhdud olan şagirdlər üçün bu barədə dəstək mexanizmləri nəzərdə tutulur. Bu, xarici ölkələrdə bunlar nəzərdə tutulur. Bizdə amma nə dərəcədə bu var, dəqiq məlumatım yoxdur. BIOT deyəndə öz şəxsi cihazından istifadə etmək imkanı verən təhsil siyasətidir bu. İKT-yə çıxış imkanları. Giriş imkanlarını yaxşılaşdırmaq üçün köməkçi texnologiyalar, web əlçatan qaydalar və əlçatan PDF sənədləri istifadə olunur. Köməkçi texnologiyalarda, baxın, köməkçi texnologiyadan daha çox sual düşür. Digər hissələrdən 1 ya 2 düşürsə, buradan daha çox düşür. Köməkçi texnologiyalar əlilliyi olan şəxslərin təhsil imkanlarını artırmaq məqsədi ilə istifadə olunan texnologiyalar var və həmin texnologiyalara nələr aiddir? Xüsusi klaviaturalar və digər giriş cihazları. Misal üçün, bunlarda trackball, fiziki qüsurlu şagirdlərin klaviatur və siçan vasitəsilə kompüter və cihazlarla giriş əldə etməsinə imkan yaradır. Sonra, nitq tanıma proqramları. Bu texnologiya fiziki məhdudiyyətləri olan və klaviatura istifadə edə bilməyən şagirdlərdə səs əmrləri ilə mətin yazmağa kömək edir. Bu sistemlər ekran klaviaturası ilə birlikdə istifadə olunur. Yəni, burada biz ekran klaviaturası ekrana gətirilir, biz səsli şəkildə danışırıq, ekran klaviaturası yazır onu. Xüsusi klaviaturalar isə Braille əlifbasından olan klaviaturalardır. Üzərində xüsusi çıxıntılar var ki, ondan istifadə edərək yazırlar. Ekran qoruyucu proqramlar isə məzmunu qulaqlıqdan istifadə edərək dinləyə bilirlər. Bu cür, nədir? Burada kompüter ekranındakı məzmunu sətir-sətir oxuyaraq görmə qabiliyyəti zəif olan, yaxud da görmə məhdudiyyəti olan şagirdlərə kömək üçün istifadə olunur və bu cür proqramlar Braille ekran və adi klaviatura ilə birlikdə istifadə olunurlar. Sonra display, yəni ekran cihazları kompüter ekranında məzmunu Braille əlifbası simvolları ilə düzgün səth üzərində çıxıntılar şəklində göstərməsidir. Ekran böyüdücülər isə ekranın məzmununu böyüdərək görmə zəifliyi olan şagirdlərdə oxumağı asanlaşdırmaq üçündür. Ekran klaviaturası isə fiziki klaviaturaya alternativ olaraq istifadə olunur və fiziki məhdudiyyəti olan şagirdlər siçan, baş siçan, joystick və ağız çubuğu kimi cihazlarla yazı yazmağa imkan verir. Əməliyyat sistemləri isə kompüter, planşet və smartfonlarda əlavə cihazlara ehtiyac olmadan texnologiyanı daha əlçatan etmək üçün konfigurasiya edilə bilən əməliyyat sistemi parametrləri var. Bunlarda da renk kontrastlığı, mətin ölçüsü, digər giriş seçimləri daxildir ki, bunlar da əməliyyat sisteminin növündən istifadə olunaraq ekrana gətirilir, istifadə olunur. Web əlçatanlıq deyəndə nə nəzərdə tutulur? Mətin və font arasında yüksək kontrastın təmin edilməsi. Şagirdlərin ekrandakı məzmunu daha rahat görməsi üçün istifadə olunur. Səsli və vizual məzmunu alternativlərin təmin edilməsi və PDF sənədlər əlçatan olmasının təmin edilməsi və bütün şagirdlər üçün PDF sənədlərdən istifadə edə bilməlidir. Yəni, web əlçatanlıq da
Biz şagirdlərə saytların hər birisi hazır olur, yüklənmiş olur. Məktəb proqramları, sistem hazır olur və şagirdlər biz necə dərslərdə kitablarımız gəlib çatmadığı zaman nə edirik? PDF-ini yükləyib şagirdlərə göndəririk saytlardan. Yəni bunun kimi PDF-lər əlçatan olmalıdır. Microsoft Edge proqramı var. İmmersiv oxu üçün istifadə olunan proqramlardan biridir. Windows və 11 əməliyyat sistemlərində istifadə olunan bir proqramdır. Yəni səsli oxumanı təmin etmək üçün istifadə olunur. Buradan bizə sual düşmür. Bir dəqiqə. Bu dərs planının hazırlanmasıdır. Dərs planının hazırlanmasıyla bağlı suallar yoxdur. Aha, elə bu qədər müəllimlər. Gələn dərsdən 3 ilə 4-ü keçdik. Gələn dəfədən sabah eyni saatda qoşuluruq. İKT-dən istifadənin planlaşdırılması, bunu danışacağıq sizlərlə. Dəqiqə, mən zapisi dayandırırım. Deyirəm, bir saniyə.